Kəmal xanım, onda bax fikirləri dağınıq olan adamlar, hisslərini anlaya bilməyən adamlar, ondan sonra düşüncələrini toparlaya bilməyənlər, məsələn bir hədəfə gedə bilməyənlərin deməli əslində auraları dəlik deşikdir. Darmadağındır, bəli. Darmadağındır. Ona görə də fokuslana bilmirlər deyim ki, məsələlərə. Çox insanlar hal-hazırda şikayəti nədir? Dedi, beynimdə o qədər fikir var ki, anı yaşaya bilmirəm. Bax, mən hər zaman bu misalı gətirəm. Bir qadın yemək bişirir. Təsəvvür edin ki, bax bu qadın, bu travması olan qadın yemək bişirir. Onun bişirdiyi yemək nə olacaq? Yəni biraz nə qədər sərt çıxsa da, o bura nə enerji ötürəcək? O bura ancaq neqativ, filan kəs belə elədi. Yəni keçmişi düşünərək və yaxud da gələcək üçün qorxaraq, o bütün o axı enerjidir. Bağlayıb. Enerjidir. Həmin o enerjini isə sonra uşaqlarının qabağına, ailəvin qabağına qoyursan və sonra deyirsən ki, onlar niyə belədir? İnsan anı yaşaya bilmir. İnsan hal-hazırda neyinir? Mən yemək bişirəm. Fokuslanma yemək bişirmədə deyil. Və bu sadəcə misalın bir kiçik bir hissəsidir. İnsan gələcəyini düşünür, amma anı yaşaya bilmir. Oturub gələcəyinlə yaşayır ki, mən görəsən nə vaxt olacaq. Amma mən sizə bir söz deyim. Siz hər hansı bir baxıcının yanına getsiniz, bu vəziyyətdə olan insan, baxıcılar hamısı düz deyir axı. Yəni mən onların haqqını yeyə bilmərəm həqiqətən. Bu vəziyyətdə olan insan baxıcı getsə, 1-2 sualla onun bütün gələcəyini demək olar. Çünki insanın keçmişi ilə onlar sizin birbaşa karmik bədəninizə baxırlar. Oradan informasiya alırlar. Bəli. Yəni bu çox biraz qorxuludur. Ona görə bəzən baxıcılardan sonra adamın halı dəyişir və yaxud da daha betər olursan. Onlar karmikdən sənin vəziyyəti alır. Səbəb nəticəyə əsasən sənin ona dediyin 1-2 sözlə sənin gələcəyi demək olur. Çünki sən necə başa salım onu? Sən bax keçmişin, insanların çoxu 5 il öncəsinə baxsa, əgər görəcək ki, indiki həyatı 5 il öncəsindən heç bir fərqi yoxdur. Yəni aura necə getdikcə də daha da zədələnir. Getdikcə də daha da enerjin aşağı olur. Getdikcə də daha da tükənirsən. Çoxunun səhər durmağa halı yoxdur. Niyə? Bu vəziyyətdə olan insan əlbəttə ki, səhər duracaq da, yaratım da eləyəcək, ailəsinə də baxacaq, gedib pul da qazanacaq. Çatmır. Çatmayacaq. Gedəcək pul da qazanacaq, artıqlaması ilə yeni bir proyektlər düzələcək. Bu insan nə edə bilər? Bunun bütün bağı yoxdur. 7-ci çakramız yaradana bağlıdır deyirik, düzdürmü? Bizim atmik bədənimiz var, atmanımız var. Mənim o bədənim də sağlam olmalıdır ki, mənim yaradana əlaqəm olsun ki, mənim ondan aldığım gücü bu çakramı aktivləşdirsin və mənim bədənimə yayılsın.